Üçüncü hədis. Mühəddis Feyz Xülasətül Əsqar kitabında Həzrəti Fatimə-i Zəhra salamullah əleyhanın belə rəvayət etdiyini yazır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm öz yatağını hazırlayıb yatmaq istəyəndə mənim yanıma gəldi və buyurdu: 4 əməli yerinə yetirməmiş yatma. Birincisi, Qur'anı oxuyub başa çatdır. İkincisi, Peyğəmbərləri özünə şəfaətçi qərar ver. Üçüncüsü, möminləri özündən razı sal. Və dördüncüsü, həc və ümrəni yerinə yetir. Bunu deyib namazı qılmağa başladı. O Həzrət sallallahu aleyhi və alihi və səlləm namazını qurtarana qədər gözlədim. Sonra dedim: Ya Rəsulallah, 4 şeyi əmr etdin. Mənim isə bu vaxt onları yerinə yetirməyə qüdrətim yoxdur. O Həzrət təbəssüm ilə belə buyurdu: Hər vaxt Qul huvallahu əhəd surəsini 3 dəfə oxusan, sanki Qur'anı bir dəfə oxuyub xətm eləmisən. Hər vaxt mənə və məndən qabaqki Peyğəmbərlərə salavat göndərsən, biz qiyamət günü sənə şəfaatçi olarıq. Hər vaxt möminlər üçün istiğfar etsən, onlar üçün Allahdan bağışlanmaq istəsən, onların hamısı səndən razı olanlar. Hər vaxt Sübhanallahi vəlhəmdülillahi və la ilahə illəllahu vəllahu əkbər desən, sanki həc və ümrəni yerinə yetirmisən. Həzrəti Fatimə əleyhissalamın bərəkəti və yadigarı çoxdur. O Həzrətdən nəql olunan nur duası, istiğasə namazı və dua kitablarında qeyd olunmuş digər dua və namazlar vardır. O Həzrətin təsbihatın fəziləti barədə çoxlu hədis vardır. Məsələn, hər kəs onu oxumağa müdavimət eləsə, heç vaxt bədbəxt və pis aqibətli olmaz. İmam Cəfər Sadiq əleyhissalamın nəzərində onun hər namazdan sonra demək, hər gün 1000 rəkət namaz qılmaqdan yaxşıdır. O, Allahın Quranda buyurduğu Kövsərdir, çoxlu xeyirdir. Onu hər namazdan sonra, yatanda və səfərə çıxan zaman oxumaq müstəhəbdir. Onun qaydası belədir: 34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdülillah və 33 dəfə Sübhanallah deməkdir. Hamısı birlikdə 100 zikr olur.